Halal qazanc niyə bu qədər önəmlidir? Halal doğruluq demək, boyun əyməmək, izzətini qorumaqdır, namusunu qorumaqdır. Nə qədər halala diqqət eləsən, bir o qədər dəyərli insan olacaqsan. Həm Allah qatında, öz aləmində də ki, mən kimisə bir qəpiyinə göz dişmirəm, işçinin haqqını kəsmirəm, başqasına zülm edəmirəm, başqasından fırladıb almıram, hiylə ilə, yalanla əldə eləmirəm. Bunu doğruluqla, mərdcəsinə əldə eləmişəm. Halal qazanc onun üçün zəhmətlidir. Əlbəttə ki, sən haram da qazana bilərsən, ikisi də çörəkdir, elə deyil. Amma biri sən şərəfini düşürdər, izzətini düşürər, onu buna ağız açdırır. Birisi də var ki, heç kiməsə ağız açmazsan, öz mərdliyi ilə, öz əziyyəti ilə, halal qazancınla, kiminsə də haqqına girmədən və bu şəkildə də rahat olarsan ki, halal bir nemət yeyirəm, halal bir qazanc yeyirəm, bu sənin üçün şərəf olar. Xatəm-i Tayi adında bir səxavətli, dünyaca məşhur bir adam olur. Bu adam qapısında ziyafətlər verir, kasıb insanları yedirir, içirir, hətta onlara hədiyyə də verir. Bir gün belə bir məclis qurub, insanları çağırıb, hədiyyələr verir, yemək yedirir, çıxır çölə gəzməyə. Baxır, yaşlı adam tikənli bir yüklə gəlir. Xatəm-i Tayi deyir ki, ona, özün bildirmir kim olduğunu. Deyir ki, Xatəm-i Tayi ziyafət verir, yemək verir, sən də get onlara qoşul. Bu tikənli yükünü çəkməyə əvəz, get həm mükafat al, həm də yemək ye, qarnını doyur. Bu şəkildə ona təklif edir. O yaşlı adam Xatəm-i Tayiyə deyir ki, mən izzətimlə bu tikanlı yükümü çəkərəm, amma Xatəm-i Tayinin minnətini almam. Sonra Xatəm-i Tayidən soruşurlar ki, sən özündən daha civanmərd, daha səxavətli insan gördünmü? Deyir ki, həmən o yaşlı adam məndən daha əzizdir, daha da səxavətlidir. Yəni izzət budur. Öz alın tərinlə qazandığın o nemət başqasının minnətlə verdiyi bir mükafatdan və yaxud da bir qazancdan, bir nemətdən 1000 dəfə daha ləzzətlidir. Həm yaşlı adamdır da, atardı yükün hələ, gedim mən yemək yeyim, mükafat da alım deyərdi. Amma deyir, izzətimlə, şərəfimlə bu tikanlı yükümü çəkəcəm, amma Xatəm-i Tayinin minnətini almaram. İzzət mədarı şərəfdir. Allah hamımıza izzətli olmağa, halal qazanc arxası ilə gedib halal qazanc əldə etməyi nəsib eləsin.